Salam, hər vaxtınız xeyir. Bugünkü videoda sizə buraxılış imtahanı suallarını 2020-ci il təqdim edəcəm. Baxaq birinci suala. Birinci sualda nə verilib? Verilib 5 üstündə 2x plus 1 böyükdür 25, yəni 5-in kvadratı. Biz bilirik ki, əgər əsas 1-dən böyükdürsə, burada da əsas 5-dir. Onda üstə digərindən böyük olmalıdır. Buradan alırıq 2x böyükdür 1-dən, x böyükdür 2-də 1, yəni 0.5-dən. Deməli, alırıq 2-də 1-dən böyük, müsbət, sonsuzluğa kimi. Cavab oldu E variantı. Sonra baxırıq ikinci suala. İkinci sualda verilib kubun bir üzünün sahəsi 10-dur. Səthin sahəsini tap. Biz də bilirik ki, kubun tam səthinin sahəsi bərabərdir 6a kvadratı. Yəni 6 vurulsun 10 bərabərdir 60-a. Cavab oldu E variantı. Sonra üçüncü suala baxaq. Arıcılığın ikinci həddini istəyir. Yəni A2 bərabərdir. Harda n görsək yerinə 2 yazırıq. Olur 4 vurulsun 2 üstə gələk 7. Yəni 15. Cavab oldu C variantı. Sonra dördüncü suala baxaq. Uzunluğu 40 cm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Daha ki, belə bir düz xətt var. Və başqa bir düz xəttimiz də var. Bunun uzunluğu 40 cm bərabərdir. Uzunluğu 40-dır. Və bu düz xəttlər arasındakı bucaq 60 dərəcədir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın deyir. Yəni bizə proyeksiyanı istəyirsə buradan hündürlük çəkməyimizi tələb edir. Aydın məsələdir ki, bura 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet bütün uzun yarısıdır. Onda bura qalır 20. Və bizdən də bu proyeksiyanı istəyirdi. Cavab oldu 20. Sonra baxaq 5-ci suala. 5-ci sualda trigonometrik tənlişdir. Sinus 2x vuraq kosinus 2x bərabər 4-də 1. Bunun hər tərəfini 2-yə vursaq, olar sinus, daha doğrusu 2 sinus 2x kosinus 2x bərabərdir 4-də 1 də 2-yə vursaq, qalır 2-də 1. 2 sinüs alfa kosinüs alfa bizə sinüs 2x'in düsturudur. Yəni burada da arqument, yəni 2x olduğuna görə olar sinus 4x bərabərdir 2-də 1. 4x bərabərdir. Sinüs 2-də 1-i aldığı yerlər, deməli sinusun 2-də 1-i aldığı yerlər 30 dərəcədir. Yəni pi bölü 6 üstə gəlinsin pi n. X bərabərdir. Mənfi 1 üstü n. Hər tərəf 4-ə böləndə pi bölü 24 üstə gələk. Pi n bölünsün 4. Deməli, burada da cavab oldu C variantı. Sonra baxaq 6-cı suala. Təpə nöqtəsi hansı rübdə yerləşər? Bunu deməli, təpə nöqtəsinin düsturlarını bilməliyik yazmaq üçün. Mənfi B bölünsün 2A. Düstura əsasən mənfi, B-miz də mənfi 8-dir. Bölünsün 2 vurulsun, A da mənfi 2-dir. Buradan alarıq mənfi 2. Digər tərəfdən n bərabərdir 4ac minus b kvadratı bölünsün 4a. Yəni 4 vurulsun, mənfi 2 vurulsun 3, çıxılsın. Mənfi 8-in kvadratı 64 bölünsün mənfi 8. Alarıq buradan 3 üstə gəlinsin. 64-ü 8-ə böləndə 8, bu da bərabərdir 11-ə. Deməli, buradan alırıq x-i mənfi, y-i müsbət olan rüb, ikinci rüb. Cavab oldu A variantı. Sonra baxırıq 7-ci suala. 7-ci sualda verib ki, x bərabərdir 7-də 1 k, y bərabərdir 3-də 1 k, z bərabərdir 21-də 1 k. Və bunları buradakı hesabda yerinə yazırıq. Olur 5 vuraq 7-də 1 k. Çıxaq 2 vuraq 3-də 1 k, üstə gələk 21-də 1 k bərabərdir 16. Yəni 7-də 5 çıxaq 3-də 2 üstə gələk 21-də 1 k bərabərdir 16-ya. Hər tərəfi 21-ə vursaq, alarıq 15 çıxaq 14 üstə gələk 1 k bərabərdir 16 vuraq 21. 15-dən 14 çıxanda 1, 1-in də üstə 1 gələndə 2k bərabərdir 16 vur 21. K buradan bərabərdir 168-ə. Və bizdən istədiyi y-dir.
Y də bərabərdir 3də 1 k-dır, yəni 168. Buradan da alırıq 56. Cavab oldu D variantı. Baxaq 8-ci suala. Bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Trapesiyanın oturacaqları 4-16 olarsa bu çevrənin radiusunu tapın. Deməli, bərabəryanlı trapesiya çəksək, bura olsun 4, bura olsun 16. Bunun daxilinə əgər çevrə çəkilibsə, ümumən demişdik ki, istənilən dördbucaqlının daxilinə çevrə çəkilibsə, onda həmin dördbucaqlının qarşı tərəflərinin cəmi mütləq ki, bir-birinə bərabər olsun. Yəni, 4 plus 16 bərabərdirsə 20-yə, onda yan tərəflərin də cəmi 20 olmalıdır. Bu da bərabər yanlı olduğuna görə bura 10, burada 10 olmuş olar. Və buradan bura kimi bir hündürlük endirsək, eyni hündürlüyün birini də buradan çəksək bura, onda bura 4 olar. 16-dan 4-ü buradadırsa, qalar 12-si, onu da 6-6 bura paylamaq olar. Düzbucaqlı 3 bucaqdan 16 deməli bura qalır 8. H bərabər 8-dirsə, H da bilirik 2 dənə erdir. Bu 8-dirsə, radius olar 4. Cavab oldu E variantı. Sonra baxdıq 9-cu suala. Verib ki, şagird verilən testlərin əvvəlcə 60%-ni, sonra qalan testlərin 25%-ni həll etdi. Şagirdin neçə faizi həll edilməmiş testi qaldı? 100% üzərindən 60%-ni həll etdisə, yerdə qaldı 40%. Sonra qalan testlərin 25%-ni, yəni 40-ın da 25%-ni həll etdi. Yerdə qaldı. Deməli, bunları ixtisar aparsaq qalar 30%. Şagirdə neçə faiz həll edilməmiş testi qaldı? Cavab oldu 30%. Başqa cür bunu belə də yaza bilərdik. 60%-ni həll edibsə, qalıb yerdə 40%. Bu 40%-in də 25%-ni həll edibsə, yerdə qalıb 75%. 40-ın da 75%-ni tapırıq. Bu da eləyir 30. Sonra baxdıq 10-cu suala. Verib ki, tənliyin köklərinin cəmini tapın. Sürətdən x-i çıxarsaq kənara qalar x-in kvadratı plus 4x minus 8 bölünsün. x minus 2, x plus 2. Buradan da mənfini çıxarsam qabağa x minus 2 yerini dəyişər. Sürətdə də x bərabərdir 0-a. Ortaq məxrəc etsək əgər, alarıq x minus 2, x plus 2. Sürətdə qalar x vuraq. Heç bunu belə yazmasaq da, gəlin bunu biraz belə sadə yazaq. Bu sıfırı silirəm, bunu bərabərliyin sağ tərəfinə keçirdik. Biri x bərabərdir 0. Buradan x-ləri silə bilərik rahatlıqla. X fərqlidir 2 deməklə, bu x minus 2-ləri də silə bilərik. Qaldı x-in kvadratı plus 4, x minus 8 bölək x üstə gələk 2 bərabərdir 1. Bunu həll etsək, x-in kvadratı plus 3x minus 10 bərabər 0. X bərabərdir mənfi 5-ə, x bərabərdir müsbət 2. Biz də burada demişdik ki, x 2 ola bilməz. Deməli, burada qaldı x bərabər mənfi 5, bir də x bərabərdir 0. Deməli, x bərabər mənfi 5 ilə 0-ın cəmi ilə mənfi 5-in özünü vermiş olar. Sonra baxdıq 11-ci suala. Bizə deyir ki, AM MB-yə bərabərdir. AMCD 12-dir. ABCD-ni tapın. Gəlin əvvəlcə buradan buranı birləşdirək. Yəni diaqonal çəkək. Şəkilə diqqətlə baxsaq. Deməli, bunu biraz yekəldim. Buradan buranı birləşdirsək biz. Bura S yazsaq. Üçbucağın demişik ki, təpə nöqtəsindən qarşıdakı tərəfi birləşdirən düz xətt tərəfi hansı nisbətdə bölürsə, sahə də o nisbətdə olmalıdır. Onda burada S olar. Və paralleqramın diaqonalı onun sahəsini 2 bərabər yerə bölür. Bura əgər 2S-dirsə, onda aydın məsələdir ki, burada 2S olar. Fikir verirsinizsə, ştrixlənmiş hissə S üstəgəl 2S oldu, yəni 3 dənə S. Bunu da bizə verib şərtdə 12, deməli S buradan 4-üymüş. Və ABCD də 4 dənə S-dir, yəni 4 vuraq 4 eləyər 16. Cavab oldu B variantı. Baxdıq 12-ci suala. Çoxluğunun neçə elementi 8-ə qalıqsız bölünür? 8-ə qalıqsız elementin sayını istəyir. Deməli, biri 16-dır,
Biri 24'dür, biri 32'dir. Deməli 3 dənəsi 8-ə qalıqsız bölünür. Tənişlər sistemindən bu ifadəni tapın. Bunu da tərəf-tərəfə vursaq alınır. Alarıq x minus 3y, x plus 3y bərabərdir 7 vuraq 1. Yəni bunu da açsaq x-in kvadratı minus 9y-in kvadratı bərabərdir 7-yə. Cavab oldu E variantı. İfadənin qiymətini hesablayan 14-cü sual. Kök altında 5'in kvadratının kubu üstə gələk 5 vuraq. Kökün altında mənfi 3'ün üstündə 6 bərabərdir. Kök altında 5 üstündə 6, 2'ni 3'ə vursaq 6 eləyər. Üstə gələk 5 vuraq. Kök altında mənfi 3 üstündə 6. Aydın məsələdir ki, bu ikinci dərəcədən olduğuna görə bununla bunu silsək, 2-nin altını qalar 5'in kubu. Üstə gələk 5 vuraq. Bununla bunu silsək, modulda mənfi 3'ün kubu qalmış olar. Bu da 5'in kubu eləyər 125. Üstə gələk 5 vuraq 27 bərabərdir 125. Üstə gələk 135 bərabərdir 260. Deməli burada cavab elədi 260. Baxdıq 15-ci suala. 15-ci sualda sinus pi bölü 6. Aydın məsələdir. Sinus pi bölü 6 2'də 1'ə bərabərdir. Yerdə qaldı sinus 7'də 4 pi. Sinus 7'də 3 pi. Çıxaq. Kosinus pi bölüş o da 2'də 1'ə bərabərdir. Qaldı kosinus 7'də 4 pi. Kosinus 7'də 3 pi bərabərdir. Kənara mənfi 2'də 1'i çıxarsam, onda qalar yerdə kosinus 7'də 4 pi. Kosinus 7'də 3 pi. Çıxaq sinus 7'də 4 pi. Sinus 7'də 3 pi. Bunu biraz da sadələşdirsək, mənfi 2'də 1. Mötərizənin içində verilmiş bu ifadə bizə kosinus alfa üstəgəl betanın düsturunu xatırlatmalıdır. Bu da eləyir kosinus 7'də 4 pi üstəgəl 7'də 3 pi bərabərdir. Mənfi 2'də 1. Kosinus 7'də 7 pi, yəni kosinus pi eləyir. Kosinus 180 dərəcədə də mənfi 1'ə bərabərdir. Bu da eləyir elə 0.5'in özü. Sonra baxaq 16-cı suala. 16-cı sualda verilib 35 üstündə A, 35'in üstündə A bərabərdir 7 üstü A bölü 7 üstü B. Yəni çıxmasını bölmə şəklində yaza bilərik. 35'i yazaram 5 üstündə A vur 7 üstündə A bərabərdir. 7 üstündə A bölünsün 7 üstündə B. 7 üstü alar getdi. Yerdə qaldı 5 üstündə A bərabərdir 7 üstündə mənfi B. Və yaxud da bunu belə də yaza bilərik. Gəlin bunu yazaq qaytaraq. Və yaxud da tərsini belə də yaza bilərik. 5 üstü mənfi A bərabərdir 7 üstündə B. Gələk indi veriləni hesablayaq. 49'u yazaram 7'nin kvadratı. Üstündə də B bölü 2A. Bunu vursaq olar 7'nin üzərində B bölü A. Yaza bilərik belə. 7'nin üzərində B. Üzərində 1 bölək A. 7 üzərində B 5 üstü mənfi A deməkdir. Yazaram yerinə 5 üstü mənfi A. Baxın. Bunu aparıb əvəzlədik. Yerinə yazdıq. 5 üstü mənfi A üzərində 1 bölü A. Bu deyilir 5 üstündə mənfi 1. Yəni alar gedər mənfi 1 qalar. 5 üstü mənfi 1 də 1 bölü 5 deməkdir. Və yaxud da 0 onda 2. Baxdıq 17-ci suala. Modulda 2x minus 1 kiçik bərabərdir 3. Mən bunun konkret qaydasını demişdim ki, modulda 2x minus 1 kiçik bərabər 3-dsə, yəni modul nədənsə kiçikdirsə, onda onun əksindən böyük olmalıdır. Özündən də kiçik. Hər tərəfə 1 əlavə etsək, mənfi 2 kiçikdir 2x-dən, 2x də kiçikdir 4-dən. 2'yə bölsək, mənfi 1 kiçik bərabər 2, kiçik bərabərdir 2-dən. Tam həllərinin cəmi mənfi 1, üstə gələk 0, üstə gələk 1, üstə gələk 2. Buradan da alarıq 2. Baxaq 18-ci sual. Natural bölənlərindən neçəsi təşdir? Natural bölənlərindən neçəsi təşdir deyirsə, bunu silirik. Yəni 2'ni silirik gedir. Yerdə qalanı tam bölənlərinin, daha doğrusu natural bölənlərini tapırıq.
2 üstəgələk 1, 1 üstəgələk 1. Bu da eləyir 3 vuraq 2 bərabərdir 6. Deməli cavab oldu 6. İfadəsi A-nın hansı qiymətində ən böyük qiymət alır? 19-cu sual. Ən böyük qiyməti alması üçün A-nın hansı qiymətində, yəni dəyişənin hansı qiymətində ən böyük qiymət alır? Yəni bizə lazımdır n bərabərdir. Mənfi b bölünsün 2a düsturu. Mənfi b-miz orada 18-dir, bölünsün 2a. Yəni 2 vuraq mənfi 3. Bu da eləyər 18 bölünsün 6, yəni 3 olmuş olar. Sonra 20-ci suala baxaq. AB 17, AB 17, BC 15'dir. Şəkildəki fiqurun perimetrini hesablayın. Deməli bu fiqurun perimetrini nətər hesablaya bilərik? Fikir verin, bunun və bunun üçünün cəmi 17-yə bərabərdir. Bu iki xətt qoyduqlarımın da cəmi 15-ə bərabərdir. Onda mən AB, yəni 17 üstəgəl 15'i yazıram. Buraları hesablamaq üçün bir xətt qoyduqlarımın cəmi 17-dir. 2 xətt qoyduqlarımın cəmi də 15'dir. Bunları da toplasaq 30 üstəgəl 34 eləyər 64. 21-ci suala baxaq. Uzunluğu 8 olan AB parçası müstəvinin O nöqtəsində kəsir. Tutaq ki, belə bir müstəvimiz var. AB parçası da bunu kəsir. Buraya yazaq A, buraya yazaq B. O nöqtəsində kəsir. B nöqtəsindən müstəviyə qədər olan məsafə 4'dür. Buradan bura qədər olan məsafə 4'ə bərabərdir. Sonra verib ki, OB bərabərdir 5'ə. Aydın məsələdir. Onda bura 3'dür. Pifaqor teoreminə görə. A nöqtəsindən müstəviyə qədər olan məsafəni tapın. Bizə lazım olan yer bu məsafədir. Tutaq ki, AK məsafəsidir. Bunun uzunluğu 8 idi AB-nin. Onda bura qalıbdı 3. Mən buradan rahatlıqla oxşarlıqdan istifadə edə bilərəm. Bura alfa desək, burada alfadır. Düzbucaqlı üçbucaqdır. Bir bucağı alfa 90, digərinki də alfa 90'dır. Onda deməli bunlar oxşardır. Avtomatik mən bura bir beta yazsam, burada olar beta. Oxşarlığa görə alfanın qabağındakı birinci baxaq OBC. OBC üçbucağında alfanın qabağındakı 4'dür. Balaca üçbucaq OKA üçbucağında alfanın qabağındakı AK'dır, bərabərdir. Digərində 90'ın qabağında 5 durur. Digərində isə 3. Buradan alırıq ki, AK bərabərdir 12 bölünsün 5. Yəni 2,4. Baxaq 22-ci suala. Diaqramda Vaqifin bir həftənin 6 günü üzrə dərs oxumağa sərf etdiyi saatların miqdarı göstərilmişdir. Diaqrama əsasən moda və medianı tapın. Deməli birinci gün bu 3 saat oxuyur. İkinci gün 4 saat. Sonra üçüncü gün 5 saatdır. Dördüncü gün yenə 5 saatdır. Beşinci gün 4 saatdır. Və 6-cı gün yenə 4 saatdır. Moda aydın məsələdir ki, ən çox təkrarlanandır. Burada ən çox təkrarlanan 4'dür. Deməli moda bərabərdir 4'ə. Median isə azdan çoxa doğru düşsək 3, 4, 4, 4, 5, 5. Tən ortada durandır. Yəni sağdan soldan birini silsək. Tən ortada 2 dənə 4 durur. Bunları da toplayıb 2'yə bölsək yenə də 4 olmuş olar. Deməli median bərabərdir 4'ə. Baxdıq 23-cü suala. Müxtəlif qiymətlərindən asılı olaraq y bərabərdir ax kvadratı funksiyasının qrafiki verilmişdir. Təsadüfi seçilmiş iki qrafikdə A-nın 0 və 1 aralığında olması hadisəsinin ehtimalını tapın. Deməli bu qırmızı ilə işarələdiyim bizim normal olandı, yəni ax kvadratı, daha doğrusu x kvadratı olandı. Buradan y tərəf olanlar, yəni buradan bu tərəfdə olanlar A-nın birdən böyük halı üçündür. Buradan bu tərəfdə olanlar isə A-nın 0 ilə 1 arasında olan halları üçündür. Bizə lazımdır, deməli 2 qrafik seçirlər. Ümumilikdə neçə qrafikimiz var onu saysaq. Burada 2, 4, deməli 2, 4, 6, 8 dənə qrafik var.
Ümumilikdə 8 dənə qrafikdən ikisini seçirik. Bizə lazım olan qrafiklərin sayı isə 0 ilə 1 arasında. Fikir verin 1, 2 və 3 dənədir. Deməli mən bu 3 dənədən də ikisini seçməliyəm. Bu eləyər 3, məxrəcdə eləyər 28. Cavab olar 28-də 3. Sonra baxdıq 24-cü suala. 24. Müstəvidən 16 sm məsafədə yerləşən nöqtədən bu müstəviyə uzunluqları 20 sm olan bütün mümkün maillər çəkilmişdir. Bax, bu olsun bizim müstəvi. Daha doğrusu müstəvini biraz aydın formada çəkək. Tutaq ki, bu bizim müstəvidir. Belə bir müstəvimiz var. Və müstəvidən 16 sm məsafədə yerləşən bir nöqtəmiz var. Tutaq ki, bu da A nöqtəsidir. Bu müstəviyə uzunluqları 20 sm olan bütün mümkün maillər çəkilmişdir. Misal üçün, bir mail olsun bu, biri olsun bu, biri olsun bu. Nə bilim, bu şəkildə çəkərək özünüz də görə bilərsiniz ki, bu burada konus yaradır. Yəni, bu şəkildə konus yaratmış olur. Və bizə deyir ki, maillərin əmələ gətirdiyi səthin sayəsini tapın. Bilirik ki, bu müstəvidən 16 sm məsafədədir. Yəni, bura 16-dır. Bu müstəviyə uzunluqları, deməli, bu mailin uzunluğu 20-dir. Mən buradan buranı birləşdirsəm, radiusu alarıq 20, 16 Pifagor teoreminə görə. Bura bir x yazsaq, x-in kvadratı üstə gəl 16-nın kvadratı bərabər 20-nin kvadratı olmalıdır. Buradan alarım x bərabərdir 12. X-in yerinə yazdıq 12. Və bizdən istədiyi nədir? Maillərin əmələ gətirdiyi səthin sahəsi. Yəni, maillərin yaratdığı səth yan səthdir. Biz də bilirik ki, konusun yan səthin sahəsi pi r-l'dir. Yəni, pi vuraq, 12 vuraq, 20. Bu da eləyər 240 pi. Sonra baxdıq 25-ci suala. Diaqramda ABCD paralelogramının təpə nöqtələrindən üçünün koordinatları verilmişdir. Paralelogramın CD tərəfinin orta nöqtəsinin koordinatlarını tapın. 25-ci sual. Deməli, belə bir paralelogram var. Adlandırsaq bunları A, B, C, D. A-nın koordinatları 2, 4-dür. 2, 4. B-nin koordinatları 4, deməli 7-dir. 4, 7-dir. C-nin koordinatları isə 8, 7-dir. 8, 7. Buna da tutaq ki, x, y yazaq. Biz bilirik ki, paralelogramın qarşı təpə nöqtələrinin koordinatları cəmi həmişə bərabərdir. Onda yaza bilərəm. 4 üstə gələk 2 bərabərdir 8 üstə gələk 2. Buradan x bərabərdir 6 almış olarıq. Eyni ilə 7 üstə gələk y bərabərdir 7 üstə gələk 4. Buradan y bərabərdir. Deməli, 4 tapmış oluruq. CD tərəfinin orta nöqtəsi, yəni buranın orta nöqtəsi, iki parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün həmin iki koordinatları toplayıb yarıya bölmək lazımdır. Onda yazarıq 2, 0 bərabərdir 8 üstə gələk, deməli 6 bölünsün 2. Buradan alırıq 7. Digərində isə y0 bərabərdir 7 üstə gələk 4 bölünsün 2. Bu da 5 tam onda 5. Deməli, bunun da koordinatları 7, 5 tam onda 5-ə bərabərdir. Sağ olun, növbəti videolarda görüşənədək.